Məsələn. Ailəc. Hə, ailəç. Aydın. İndi 92 ilə sürüblər fəsadı nədir onu demək istəyirəm sizə. Bəxtimiz onda gətirib ki, avtomobil çox sürülməyib 92-ni. Qurtarmayacaq. Yox, mən sizin üçün deyirəm. Bizi döydü. Döyəcək də buna görə. Yaxşı, onda bir dənə də sual verim sizə. Buyurun. Porsche-də açar niyə sol tərəfdədir? TMB-də xarab olacaq. Neçəyədir? 2500 manat servis. Bu avtomobildə neçəyədir? 300 manat. Mənim daçkım zadım var, mən hiss eləyəm mənim olub. Həkimə getməliyəm, değil mi? Arsunkalar səs eləyir, qara tüstü verir və Amma xahiş edirəm cərməliyərsiniz. Deyirlər ki, hər bir kişinin arzusudur ki, həyatında bir dəfə də olsun Porsche sürsün. İndi bilmirəm, o özününki olacaq, yoxsa başqasınınki olacaq, amma hər halda avtomobil həvəskarı üçün belə bir arzu çox normaldır. Ona görə biz iki Porsche-nin arasında hazırda elə onların sahiblərindən danışacağıq. Bu avtomobili uzun müddət əvvəl çəkmişik Panameranı. Bu dəfə Cayenne-dən söhbət gedəcək. Marat bəyin yeni avtomobili, xeyirli olsun. Çox sağ olun Raqib bəy. Və təbii ki, Rəşad Usta da bir Porsche sürücüsü kimi istəyirəm ki, həm də bunların müqayisəsini eləsin. Yəni nəticədə bu iki avtomobillə maraqlananlar üçün elə ümumi bir videomuz olsun. Yəni nəticə etibarilə mən Porsche almaq istəyirəm. Panamera mı yoxsa Amma xahiş edirəm cərməliyərsiniz. yoxsa Cayenne mi? Məncə bu videodan qərar verəcəklər. Həm də bu, ay sağ ol. Əslində düzdür ya, aydın məsələdir, qabarit falan bunlar fərqlidir. Amma yenə də bunların arasında da oxşarlıq nədədir, fərq nədədir? Bunu hər ikinizdən eşitmək istəyirik. Niyə almısınız başını? Ayrı-ayrı segment avtomobillərdir. Yəni Porsche olsa da biraz mühərrikləri barəsində yanlışlıqlar var. Hər ikisi 3.6 mühərrikdir. Aha. Bunlarda deyirlər ki, eyni mühərrikdir, eyni deyil. Tamam ayrı mühərriklərdir. Cayenne-nin üstündə VR6, yəni Volkswagen-ə məxsus bir mühərrikdir. Yəni bu Porsche-də isə sırf Porsche-yə Panamerada. məxsus mühərrikdir. Əslində kapotları açsaz fərqləri lap aydın sizə göstərərəm. Açdıq. Elə həm də vizual olaraq o fərq nədədir görək. Bəli, normalda fikirləşirlər ki, eynidir. Hə, onun mühərriki baxan kimi bilinir ki, fərqlidir. Raqib bəy, bu Porsche-nin necə deyərlər, ən öyündüyü mühərrikdir. Bunlarda Porsche-lər bir-birinə, bu mühərrikə 90 dərəcəlik mühərrik deyirlər. Apazit. 90 dərəcə nədir? Yox, apazit deyil. Apazit Subarularda düz olan. V də deyil. V-dir. V əsasən 60 dərəcə altında olur. V-obrazını deyiləndə. Porsche-lərin bir-birinə, necə deyərlər, əks durmağı 60 dərəcədə olur. Bunda isə artıq 90 dərəcədədir, belə açıq bucaq altındadır. O elə buradan da görünür. Bunu Porsche nəynədir? 4.8 mühərriki götürdü, 4.8 mühərriki. Onun ki Porsche-ni kəsdi, elədi 3.6 mühərrik. Və adı oldu 3.6. Yəni 4.8-dən eyni mühərrikdir. Yanacaq, yüksək təzyiqli yanacaq nasosudur, turbin yoxdur. 2014-ə qədər olan modellər birinci nəsil 300 at gücü verirdi. Bunlar artıq 310 at gücü verir. Yəni cüzi bir dəyişiklik olur. 10 dana atı avara qoyublar. 10 atı artırıblar. Yaxşı, Porsche bundan sonra təkmilləşmə eləyibmi mühərrikin üzərində? Çünki bu 2014-dür. Əlbəttə, bundan sonra Porsche-nin Artıq bu mühərrik yoxdur. 3 mühərrik turbinli, yeni artıq yoxdur bu mühərrik. Bundan sonraki modellərdə artıq bu 970 adlanır. 971 gövdədə artıq bu mühərrik yoxdur. 3 mühərrik var. Bəs bunun 3.6-sı ondan nədən fərqlənir? Bu hər halda həm də 2016-dır, amma üstündə yenə V6-dır ikisində. Bunun 3.6-sı, bu da 300 at gücünə cavab verir. Porsche-nin üzərində. Eyni mühərrik dediyim kimi VR6 adlanır. Bunun fikir versəz, bunun silindr
durumlarına baxın Rəqib bəy. Azca açıq bucaq altındadır. Fikir verin də necə durub şeylər. Bu alışma makaraları. Bəli. Yəni bu Tuaregin üzərində sadəcə at gücü azdır. 260-270 ətrafındadır. Bunda proqram təminatı hesabına artırıblar. 300 at gücü eləyiblər. Pillələr qutusu da fərqlidir. 8 pilləli Aysindir bunun üzərində. Bunun üzərində 7 pilləli PDK-dır. Hansını yaxşı hesab edirsiniz? Əlbəttə ki bu. Bu sadə avtomatdır, bu robotdur. Düzdür. Bunun da 1 milyon resursu var. Bu pillələr robot olmağına baxmayaraq mənfi tərəfi korobkanın platasının xarab olmağıdır. O da yağ vaxtına dəyişməyəndə 3000 manata qədər xərcə gətirir çıxardır. Onlarda. Bəli, onda ən yaralı yeridir. Yanacaq nasosu yüksək təzyiqli servisdə 2500 manata başa gəlir və korobkanın platası. Porsche Panamera'nı alan bilməlidir ki, nə vaxtsa bunu 5000-in üzərində xərc gözləyir. Siz artıq onu yaşamısınız. Əlbəttə. O 3 qatını yaşamışam. Bəs eyni problem Cayenne'da varmı? Cayenne'da o problem qətiyyən yoxdur. Pillələr qutusunda bu da milyon resursundan olandır. Mühərrik bu da uzun ömürlü mühərrikdir. Sadəcə 200 mindən sonra yağ yemə, yaranma ehtimalı var. Yaxşı yanacaq, yaxşı yağ istifadə Niyə onda siz bundan götürmədiniz məhz Panamera? Mən Rəqib bəy əslində sport sedan istəyirdim. O sport kupe sürdüyümə görə alışdım biraz sport modelinə və sedana. Və düşündüm ki, mən artıq 4 qapılı sport sedan lazımdır. Ailə üçün. Hə, ailə üçün. Aydındır. Ailə üçün. Marat bəy, siz bunu niyə aldınız? Əsas sual. Prado'dan buna niyə keçdiniz? Belə deyim də, indi bir ara o start-stop verilişi də oldu. Sonra belə də dostlarda, tanışlarda nə qədər avtomobil desə sürürdüm. Hətta son model BMW X5 avtomobilində sürürdüm. Bizdə Vüqar müəllimdə var və o avtomobillərin heç birində həmin markanın əvvəlki ruhunu hiss eləmirdim. Hal-hazır ki, məsələn, X5-ləri götürək, lap elə F15-i də götürsək, heç birində nə əvvəlki qapının ağırlığı, nə kapotun ağırlığı, nə sükan, nə salonun dəri keyfiyyəti, məsələn, əvvəlki X5-lər kimi deyil. Zamanın tələbidir. Araşdırandan sonra baxdım ki, həqiqətən də bizim əl çatan olan avtomobillərdən danışıram da, Lamborghini, Ferrari falan yox. Araşdırdım ki, bu ənənəni saxlayan cəmi 2 marka var. Porsche, bir də Land Rover. Ki bu ənənəni həqiqətən də adamlar saxlayırlar. Yəni modeli yeniləyirlər, amma çəki demək olar ki, yəni çəki salma haqqında heç bir məsələ getmir. Bəs bunun bazar qiyməti neçədir? Bunu mənim bu Land Rover, məsələn Range Rover mənim ümumiyyətlə ruhuma xitab edən maşın deyil. Hətta mən bir dəfə o sualı Rəşada da verdim. Dedim Rəşad, qiymət olaraq eynidir. Bu da 50-60 min arasıdır. Eyni il 2016-2017 Range Rover 3 mühərriklər də. Eynən 50-60 min manat arasıdır. Amma mən başa düşdüm ki, mən necə Prado'da özümü tapa bilmədim. Eləcə də mən Range Rover'də özümü tapa bilməyəcəkdim. Ona görə də başa düşdüm ki, mənim üçün budur. Yəni həqiqətən də 4-4'dür. Razıyam. Mən də əslində bunu Marat bəyin seçiminə mən də bir xeyli... Yox, mən də yox, Rəşad. Birbaşa Rəşad. Meyləndirmişəm. Birbaşa Rəşad. Meyləndirmişəm ki, qardaş, bu avtomobili həqiqətən alırsan, bugünkü bu ildə olan lüks avtomobil götürsək, ən xərcsiz avtomobil sayıram bunu. Budur, Volkswagen Touareg'dir. Volkswagen Touareg'in düz elə bir xarizması yoxdur. Amma sizə bir Volkswagen Touareg, bu biraz da belə görkəmi anlatmaqda. Siz Volkswagen Touareg xərclərinlə premium Porsche Cayenne sürürsünüz. Yəni Maratı bununla bağlı böyle bir xərc gözləmir. Qətiyyən. Hər halda yoxlatdırıb o heç. Yəni nə dedilər, yoxlatdırmışam. Deyim Raqib bəy, nədədir məsələ? Onlar belə deyim də rusların dediyi rasxodniklər. Məsələn, artıq indi 94 min yürüşü var avtomobilin. Mən dalandan artıq 500-600 kilometr sürmüşəm, çox sürməmişəm. Ümumiyyətlə heç bir problem yox idi. Problem nədə idi? Motorun arxa salniki, onlar artıq quruyub. Bunda da düşür də transmisiya ona görə. Bəli, düşür. Yürüş nə qədərdir Marat bəy? 94 min. 150 mində zəncir dəyişim gözləyir. O aydın məsələ. Yəni faktiki olaraq bugünkü xərclərini deyirəm. Bir də mühərrikin üst qapağının prokladkasından bir balaca yağ nəmləyir. Bu iki problemdən başqa bir də nə problem var? Bu 2000 manat götürər də elə. Hə, rahat.
Zəncir. Yox, Yo, o yo, dediyi zəncir ikisi. yox. Ha, Zəncir zəncir 150 arası min. Transmisiyanın Zəncir- düşməsi, transmisiya rahat düşür bunlarda. Transmisiya düşməyinə ehtiyac yoxdur. Təkin əyirlər, altındadır. xada. Təkin altında. Əyirlər deyəsən. Gezi dəyişmək üçün Bəli, bəli. transmisiya çıxacaq. Hə, 1000 manat. 1000 manat. Tamam. Bir dənə məsələ odur ki, mühərrikdə heç bir problem yoxdur, sürətlər qutusunda heç bir problem yoxdur, elektronikada problem yoxdur. Hətta belə deyim də, əyləc bəndlərində də problem yoxdur. Yəni razval da istəmir maşın. Amma Rəşad usta, sənin maşın var şükür. Çünki bunun üstündə Çinin ümumiyyətlə bilinməyən təkəridir. Yəni bir dənə markadır, bayaqları baxdım. İndi bu mənim seçimim deyil. Hə, aydın məsələdir. Təkər də amma yenidir deyə, yəni qudurğanlıq elib çöl atmaq istəmirəm. Nə idi onun bir təhər adı vardı? Sürəcəm. Aşandı. Ançi. Ançi. Hə, Ançi, adı Ançidir. Ançi. Mən baxdım ki, bu yəni D klassının siyahısında belə yoxdur. Bəy, Kənab bəy, zəhmət olmasa təkəri çəkin. İndi bir dənə tərifləyəcəm. Gəl bura. 30 min kilometr gedib, qoy sükan, avtomobili kodlayım sükanı. Yox, gedib getməyinə, amma necə gedib, məsələ ondadır. Qəşəng də gedib. Getməyinə təkərdir də gedəcək. Hə. Çək kimidir qardaş. Razvalı zadı da yoxdur. Sürmürsən də ona görə. 30 min sürülmüş avtomobildir. 30 min bu təkərləri bığlarına qədər üstündədir. Onda da elədir Rəşad. Qarda qətiyyən yola çıxartmaq olmaz. Qarda sürmə. Yağışda da sürmə. Yağışda sür. Hə. Sürətli sürmə, qarda. Belə deyim də, düzdür. Bundan sırf bildiyin Porsche kimi istifadə eləyəcəksənsə, döngələr, yüksək sürət Amma məsələ odur. yaramır. Ay, Amma sən- mən avtomobili elə aqressiv idarə etmədiyimə görə Hə, yenə də məsələ deyirəm, odur. bax 30 min getmiş təkərin hali. Onu da çox güman ki satmışkən ucuz bir şey qoyublar ki, nə bilim 100-150 manat Valla qiymət ola bilər. ucuz bir şey qoymaq istəyən adam ümumiyyətlə təkəri dəyişmir. Çünki adam alanda heç demədi ki, mən təkəri təzə qoymuşam. Təkəri adam çox güman közü üçün dəyişib. Mən nəyi vurğulamaq istəyirəm Raqib bəy? Mən bunu almaq istəyəndə mənə deyirdilər ki, bu 3.6 atmosfer mühərrikdir, sadə mühərrikdir. 92 ilə rahat işləyir. Ha yox, o mümkündür. Avtomobil 92 ilə sürülüb Belə şey ola ümumiyyətlə və burada mən o Porsche elə səhv eləməz. krışkanın üzərindəki, qapağın üzərindəki rəqəmi göstərmək istəyirəm. Kənan, göstər oranı. Görürsünüzmü? 95 bunun Hətta tövsiyə edilən yanacaq 98-dir Raqib bəy. bəli, Olmadığı müddətdə 95 istifadə edə bilərsiniz, yəni. bəli. Mövzu budur. İndi 92 ilə sürüblər, fəsadı nədir onu demək istəyirəm sizə. 92 ilə sürülüb. Bəli, 92 ilə Ay, sürülüb. sağ ol. Çox az hallarda 95 əlavə eləyiblər. Yəni sürücü özü dedi ki, yadıma düşəndə 95 vururdum, əsasən 92. Məsələn, Məsələn, şəhərdə sürünüb maşın, ona görə hiss eləməyib onu. Bəxtimiz onda gətirib ki, avtomobil çox sürülməyib 92-nə. 94 min cəmi yürüşü var. Yəni bir 200 min sürülsəydi, yəqin ki, daha böyük fəsadlar olardı. Fəsadı nədən bildik Raqib bəy? Məsələn, belə sürürsən, 100-150 heç bir fəsad yoxdur. Amma mənim yoxlatdırdığım şirkət 220-240-a qədər yerində sürəti verə bilirdi avtomobilə. Heç Rəşad usta elə yoxlatdırmamışdı maşınlarını. Sənətdə, yox mən ümumiyyətlə yoxlatdırmamışam. Yox, Mən mən avtomobili sürdüm tək aldım. yoxlanışa yenidən 250 manat pul vermişəm. Full yoxlanış oldu. Məsələn. Eləmi? National Geographic. Ağa bala neylədir? Hər də baxıram ki, indi oradan ayrılıb gələcək. Ölmüşəm. Yox, biz maşın çəkirik. Ay, Heyvanlar aləmidir. Həm də zor bir şey. Sən də hırsız. Evet. Deməli, Belə deyənmişəm. deməli Rəşad usta, mövzu nədir? 220-də əməlli başlı qara tüstü verir. Sürətdə, bəli, 220 sürətdə. Yəni qara yerində tüstü yoxlayırlar, verir. ha, bunu Bəli, orada bəli. deyək. Qara tüstü verir və farsunkalar səs eləyir. Elə oradaca mənə bildirdilər ki, bardal 5-i birində qatqısı istifadə elə. Bütün bunları istifadə eləyəndən sonra alınmasa artıq var. Məsələn, bunları da artıq cidai farsunkalar olsa da söküb, yəni stenddə yumaq mümkündür artıq. Var elə bir stenddə. Ya məncə 5-i birində kifayət eləyəcək. Məncə də indi növbəti videoda Sadəcə bu məncə onu məsələ nədir? O yoxlayaq. 92 ilə sürən təbii ki o sürəti görməyib deyə. Görmür, bəli. Elə bilir ki normaldır. Gedir. Detonasiyada yəqin ki hiss eləmir. Eləsə 100% də belə yəni. başa düşmür. Salon kipti deyə. Hiss eləmir Siz o. kənar səsləri eşitmirsiniz, amma həssas sürücü Hə. detonasiyanı. Bir də bunlara yanlışlıq yön verən əslində ustalar olub. Nəyə görə? Sadə mühərrikdir, sadə. Qardaş, bu mühərrik sadə deyil. Sadə mühərrik odur ki, turbin yoxdur və MPI mühərrikdir, sadə farsunkalar. Ha, bu MPI deyil. Bu MPI deyil. Bu birbaşa Özdə püskürmədir. yazır da direct full injection yazır. Yəni Eyni birbaşa eyni- püskürmənin üstündə açıq yazır hətta. Eyni məsələ də bundadır. Bunda da direktdir, bunda da. Turbinin olmamağı bu o demək deyil ki, bu sadə mühərrikdir. Bəli. Mühərrikdə
yüksək təzyiqli farsonkalardır. Vanus sistemidir. Yəni qəliz mühərrikə aid olan hər bir şey var. Rəşad usta, bir məqam diqqət. Bunun qapağı yoxdur da, üst qapağı yoxdur. Yox, belə budur. Nə üçün dedim? Çünki Çin maşınlarında keçən dəfə onu Əlövsatın maşında qeyd edirdim. Çin ümumiyyətlə üstünü bastırır. Mənasız çox Mənasız bir yana, o sonradan içəridə böyük problem yaradır. Çünki o mühərrikin havalanma sistemi yoxdur da orada. Rəq bəy, onu da sizə deyim, Çin avtomobilləri 1.5 mühərrikdən istifadə edir daha çox. 1.5-in yaydığı temperatur hara, 3.6-nın, 4.8-in verdiyi bunu bağlaya bilməzlər. Bunu bağlasa, buradan azıba fikir verin, altdan, bu hissələrdən mühərrik havalanmalıdır. Sadəcə sağdan soldan ki, müəyyən qədər bağlayıb. Açılır, bağlanır Rəşad usta. O var o funksiya. Var. Açılır, bağlanır. Jalüzlər var, açılır, bağlanır. O artıq o hava, temperatur, buna görə nizamlanmalıdır. O qışda tez qızmaq üçün əslində o yay vaxtı tam açıq olur. Sən bağlamırsan. Özü. Temperatur sensörü. Avtomobil həqiqətən çox ağıllı avtomobildir. Yəni nə funksiyaları desəz, avtomobildə var. Bu da Porsche-dir də qardaşlar. Hansılar ki, sürücüyə lazımdır Raqib bəy. Bəli. Qapaqda adətən biz informasiya görürük. Burada ancaq var. 2.6, 2.4. İstehsalla falanla bağlı qapaqda heç nə qoymayıblar. Çünki adətən istehsalı falan da görsən qapıda qeyd edir. Məsələn, burada təkər havalarıdır, göstərir. Ya ola bilər o qeyri-Avropada onu qeyd edirlər. Raqib bəy, cruise control, klimat kontrol, sport rejim, iStart Stop, təbii ki, off-road rejimi qoymaq üçün sürüşmə əleyhinə, sonra sükan qızdırıcı və salam. Yəni maqnitofon belə. O təbiidir, onsuz da içərisindən bir çəkilişimiz də olacaq. O nə bilim, oturacaqların isidilməsi. Salon vəziyyəti də aydındır. Yəni bu məsələn üstünlük tərəfi Rəşad usta sənin maşından fərqli olaraq burada əlbəttə daha geniş yer. Hətta oturacaqlar da açılır. Burada lap böyük bir baza əldə etmək olur. Bəli. Onun təyinatı ümumən bu deyil. Orada hətta sən yüksək qabaritli bir əl çantası, çamadan olanda çətinlik çəksən. Bunların tək olan variantı varmı, yoxsa hamısı qoşadır? Hamısı qoşadır. Hamısı qoşa olur. Ümumən Raqib bəy, Porsche-nin necə deyirlər, yaradıcısı başdan o gəlib və bugünkü gündə də problemləri nədir? Bu adamların simmetriya problemi var. Doğrudan. Problemi yox, əksinə də yəni. Porsche nə edirsə, hamısını sağda nədirsə solda. Siz onun cihazların lövhəsində də görə bilirsiniz. Avtomobilin öz dizaynı. Sənin adamların. Mənim adamlarım. Yəni mümkün deyil ki, Porsche bir tərəfə qoysun, hətta oturacaqlarda düymə var Raqib bəy. Vurursunuz, hər iki oturacaq simmetrik şəkildə. Tarixdə də var. Hər iki oturacaq simmetrik şəkildə var. Bəli. Yox, o artıq həqiqətən həm bir Alman yanaşması var burada, Alman ruhu var. Həm də ki, ola bilər ki, Ferdinand Porsche'nin özündə belə bir xəstəlik olub və bunun üstündən sistem onun üzərindən qurulub. Bir tək anlamadığım nədir Raqib bəy? Bunu heç bir avtomobildə anlaya bilmirəm. O Azərbaycanlılar pilisos deyirlər qapılarda. O nəyə lazımdır, o mənə çatmır. Yəni çırpılmasın da deyək. Okey, yəni bunu da çırpmaq olur axı. Yox, o deyir çırpmasınlar da. Yəni ona görə qoyurlar ki, çırpma, örtün özü bağlansın. Çırpır axı. Marat bəy, yox, onda sən qapını sadəcə elə belə yüngül örtürsən, özü okey, yəni çıxır. Yəni də ya bu olmasın da deyir. Marat bəy, o onun üçündür ki, sənin özün istifadə eləyəndə artıq bilirsən, bağladın, çıxdın, getdin, qurtardı, getdin. Hə. Və bağlanır. Əminsən ki, bağlanacaq. Və bunu Məsələn, mən bir də ölsəm 4 dəfəyə bağlayıram. O heç də Galenwagen-dir. Yox, əslində Wrangler-dir, bunlar aydın məsələ. Belə deyim də, elə bir funksiyadır ki, o olmazsa olmaz deyil, amma olması daha yaxşı. Yeri gəlmişkən deyim bunu da. Mən Almaniyada rentekar götürəndə bunu ilk dəfə görmüşdüm. Maksimum 240 söhbəti. Bunu bilirsiniz niyə qoyublar? Təkərlərə görə. Amma sizin təkərində buna cavab vermir. Mənim təkərimdə 140 yazılıb. Ay sol. Yəni bunu nəyə görə qoyur? Tutaq ki, mən maşını rentekardan və yaxud Almaniyada bir təkəri alanda bunu ora qeyd edir ki, həmin təkərin sürət indeksi maksimum budur. Çünki sən Almaniyada onu 80 plus yollarda sürəndə indi bu təkər təbii ki, o deyil. Amma hətta bu nəyi nəzərdə tutub yazıbsa, bura tutaq ki, Michelin olub bundan qabaq nə olubsa, yəni dəyişmək. Bunu qurtarmayacaq. Yox, mən sizin üçün deyirəm. Mövzu gələcək mənə. Məndən sənə keçdi. Yəni 3 ildir mən dözürəm. Nəyi demək istəyirəm? Tutaq ki, Michelin deyir ki, sən mənim təkərimi almısan, harda deyirsən ki, Michelindir filan. Və yaxud Pirelli, fərqi yoxdur. Əgər orada 240 qeyd olunur və bunu ona görə bura yapışdırırlar ki, sən bunu bu maşında 250 ilə sürsən həmin təkərdən, o təkər yanacaq.
Və sabah sən gəlib həmin təkər şirkəti məhkəməyə verəməyəcəksən. Deyəcək mən qeyd eləmişəm də bu maksimum əslində hamısında var, amma bu maşınlarda məhz qeyd edirlər, çünki bu maşını alan təbii ki onu sürəcək. Məsələ budur və xüsusilə də Almaniyanın avtobanlarında. İndi bizdə o yoxdur, amma bu onun üçündür. Görürsən burada M+S yazır, daha sonra deməli amma markanı qeyd eləmir. Germany var burada. Bu hansısa üstündə gələn təkərdən qalma bir şeydir. Yo, o mənim maşınımda da var o. Hə də, onu təkəri satan qoyur bura. Hə, ola bilər. Onu istehsalçı qoymur. Məncə istehsalçı qoyduğu təkərə görə qoyur. Məncə istehsalçı qoyur, çünki hamısında var o. Hə, o nəyə görə qoyur? Sən sabah gəlib elə bir təkər ala bilərsən ki, 250 də onun maksimum sürəti. Sən daha çox sürə bilərsən. Ona görə onu qeyd edirlər. Amma bu təkərə ümid olmaq olmaz, amma təbii ki, bu bir... Rəqib bəy, Almanda sevmədiyim məsələ bilsin nədir? Nə? Sən bizim loru dildə desək, full bir avtomobil yaratmısan da, satışa çıxartmısan. Avtomobilin hər şeyi var. Bu nədir? Hə, ay sağ ol. Şuşanın tənzimlədir. Yox, okey də bu niyə elektron deyil? Buna bir Çində bunun 5də 1 qiymətinə bütün hər şeyi verir. Bəli, yəni sən Yox, bu hamısında da manual. Ağarış yo manual deyil. Orada düymə ilə, məndə düymə ilə. Mən bunu daha uyğun hesab edirəm ki, bu daha rahatdır da sən. Bu əksinə düymə daha rahatdır. Niyə? Yox, düymə rahatdır. Buradan necə ki şey kimi vəziyyət var. Rəqib bəy, düymə siz onu memory paketə də yaza bilirsiniz. İstənilən vaxtda sizə görə uyğunlaşır. Düymə ilə millimetrovkasına qədər ürəyin harda istəyir saxlayırsan. Bunun iki rejimi var, yuxarı aşağı və sağ. Və memory paketə yaza bilirsən düymə ilə olanı. Hər dəfə bununla dala qabağa. Yəni bu boyda şey edib onu etməmək biraz baxsan ki, bu Almanın Sən Ferdinand Porsche'dən də xəstəsən ki. Bildim. Ferdinand səndən ağıllıymış. Heç olmasa 10 metrə xəstəsi var. İndi siz gedin deyin ki, mənə o funksiyanla olanını ver, deyəcək 5000 avro üstündə ver. Sonra deyir ki, mən görməmişəm ki, onlarda bu düymə ilə var. Çin bizi döydü. Döyəcək də buna görə. Mən onu görməmişəm. Bunlarda o padnoşka deyilən varmı, yoxmu bilmirəm. Yoxdur. Yoxsa bəzilərində çıxır, girir. Porsche'da girib çıxmır. Olanlarda da standart olur, düz olur. Çünki bəzən belə avtomobillərdə amma padnoşka qoymaq istəyirəm. Niyə? Çünki boyum balacadır. Avtomobilə tullanıb otururam, tullanıb da düşürəm. Yox, o qədər hündür deyil əslində. Mənə görə hündürdür. Mən 1.67 boyumdayam. Amma yaşlı adamlara görə daha çox olur ki, yaşlı adam birdən qalxa bilməyəndə ayağını qoyur, sonra yüngül çəkir. Yox, minməyə yox, Raqib bəy. Oturmaq okeydir. Düşəndə çevrilirəm belə. Amma onun pis tərəfi narahat düşürəm. Amma onun pis tərəfi nədir? O padnoşka olanda bütün palçığı verir buralara. Bir palçıqlı yerə girdin, sırf ona görə baxırsan ki, qapı, mapı hamısı palçıqdır. Niyə? Çünki o padnoşkaya gəlir və oradan da ötürür yuxarıya da, belə deyək. Bu avtomobillərin texniki tərəfdən sürənlər elə məlumat alsın. Bir özəlliyi də var ki, bunların ayrıcı razdatka var ha. Onun yağı 30-50 min aralığında dəyişdirilməlidir və adaptasiya olunmalıdır. Və adətində eləmirik. Çox adam eləmir. Hətta onu etməyən də elə bilirsən ki, korobkada problem var, maşın taqqıldayır, neyniyir, razdatka dağılıb. Adi bir yağa görə. 30-50 min aralığında o mütləq dəyişdirilməlidir. Raqib bəy, maye tərəfdən heç nəyə əl vurmamışam. Alandan necə var elə də sürürəm. Gözləyirəm ki, əgər imkanımız olsa, çəkilişlə onları master-klassda eləyək. Hər şey. İnşallah. Eləməyini eləyək, amma 5-i birindən biz indi yoxlayacaq. 100%. 5-i birindəni ki, tövsiyə eləyiblər. Biz onu həm də necə istifadə etmək olar, indi eləyib növbəti videoda təqdim eləyəcəyik. Mühərrikin səsi qane eləyir, Rəşad. Əladır. Yəni bu çıxıltı falan. Yox, bu GDI-larda budur. Bu GDI-nin Parsunkanın çıxıltısıdır. Bəli. Kənar heç bir səs yoxdur baxma. Bəziləri bunu, nə bilim, hidrokompensator və yaxud hansı nə? Yox, Parsunka səsi. Parsunkanın səsidir. Mən də elə bilirdim. Hətta çünki yeraltı səssiz mühərrikdir. O bundan səslidir. O mühərrik. Hətta Prado'nun mühərriki bundan daha sakitdir. Onda belə səslər yoxdur. Efraim mühərrik olduğu üçün. Mən bunu açıb birinci yoxladım, zəng elədim Rəşada ki, Rəşad, bəs belə dedi, narahat olma, Parsunkanın səsidir. Birbaşa püskürmə olduğu üçün. Yaxşı, onda bir dənə də sual verim sizə. Buyurun. Avtomobilin sürücüsü olaraq. Porsche'da açar niyə sol tərəfdədir? La Manche yarışlarında tez kodlamaq üçün. Bilir. Tez işə salmaq üçün. Porsche məhz ona görə onu sola qoyub ki, və hələ də start-stop yoxdur, o start-stop sayılır. Buradan sürücü o nə bilim saniyəni qazanır da belə deyək. Bunda indi mən Qaraçuxurdan Esten Plazaya neçə saniyə qazana bilərəm onu bilmirəm. Hər bir halda xeyirli olsun. Təşəkkür edirəm, çox sağ olun. Gözəl seçimdir. Dediyim kimi, yəni ruhu olan avtomobili idarə eləmək, ruhu olan avtomobil. Yəni bu başqa bir şeydir və biz düzdür, bizdən bu maşınları çox sorğulayan olmayıb da. Məsələn, bir şəhərlərdə baxırıq, daha çox çünki məlumatsızlar Raqib bəy. Ya məlumatsız da, ya da ki, bunu alan fikirləşir ki, mənim rəyimi niyə soruşsun ki, alacaq da, məsələn. Bir məsələ var da Raqib bəy. Baxın, siz
Porsche-yə qulluq eləmə məsələsində sənin əgər gözünü qorxuzursa, o zaman Panameradan uzaq, Cayenne yaxın. Yox, Əlbəttə. sənin üçün qardaş, heç bir problem yoxdursa sən Rəşad kimi imkanlısansa, sən bu Porsche-nin nazını çəkməyə hazırsansa, o zaman Cayenne sağ ol, keçdim Panameraya. Hə. Mənim qardaş, mənim Bir də vaxtım qabaret yoxdur. fərqi var da, Mən məsələn. 9-6 işdə olan adamam. Yəni mənim vaxtım yoxdur avtomobilə qulluq eləməyə. Ona görə də Cayenne həm də hündür bəy, maşın sürürəm mən. Bu da sizin zamanınızı almayacaq. Sadəcə problem nədir? TMV-də xarab olacaq. Neçədir? 2500 manat Bu servisdə başa avtomobildə gəlir. neçədir? 300 manat. Vəssalam, Hə, mənə bu lazımdır hə. qardaş. Nəsə eyni şeydir, nə oldu? Yox, eyni deyil. Deyil. Eyni, onda 4-8 dedim axı mühərriklər fərqlidir, yanacaq nasosları fərqlidir. Məsələ nədir? Bizdə bu xarab olanda alternativ axtarırıq. Ölxanadan 400 manata aldıq, qoyduq. Çindən 500 manata gətirdik, 300 manata bu yığdı. Yekunda baxırsan ki, sən İşləmir. 2000 pulun gedib, İşləmir. sən 3 ayda maşın sürə bilmirsən. Bəli. Təzdən gedirsən servisə, Servisə. onu dəyişdirirsən, canın qurtarır. Yəni insafən desək, hər nə qədər bahalı hesab eləsək də, Porsche Bakı mərkəzində qiymət daha adekvatdır, nəinki. Dahadır. Rəq bəy, Düzdür, ilk baxışdan bahadır. həmin İlk nasosun baxışdan. Avropa qiyməti Amerikada belə 1500 dollardır. Opa, bizdə ucuzdur. Mən ona görə deyirəm, qlobalda götürsək ən ucuz servis bəlkə də Porsche-də. Düzdür, qiymətlər bizə ağır gəlir, amma yəni idarə edirsənsə dediyim kimi bir dəfə nasosu qoyursan üstünə və 10 il unutdun bunu. Üstəlik adamlar zəmanətini də verir. 3 il. Bəli. Sən o aldığı onsuz da 500, 300 oradan buradan alırsan, 3-4 dəfə alırsan, o əziyyəti də çəkirsən, axırda yenə gəlib o 2000-i verib rəsmdən götürür. Rəqbə, üzərindəki dediyim kimi 10 il işləyir. 10 il. Sən bu pulu verməlisən ki, 10 ildə sürəsən. Biz nə edirik? Alternativ axtaracaqsansa lazım Amma deyil. siz də 92 ilə sürməyin fəsadını gördünüz. Başdan mən də biraz ürəkləndim. 90 mənə qədər də 92-dən sürmüşdülər. Sonra bu işləri görəndən sonra gördüm, yox, hayfdır. Bu incidirəm mən 92-dən. Bax o da Lazım elə, deyil. mən də onu deyirdim ki, Hə. 12 o deyil. 12 ola bilməz. Real O deyil. Təkər məsələsində necə deyirlər, sizin iradınızla razı deyiləm, məni qane eləyir. Amma 92-də razıyam. 92-də Yox, səhv. təkərdir, çünki siz onu Porsche kimi sürmüşsünüz. Hə, Çünki siz onu götürüb indi çıxın trasa. 100 var. Tras rejimi, yağış, döngə, möngə, bizim bu təkərlərin üstündə tapşırıqlar var da. Eynən. Sən onu görəndə ki, Porsche bir balaca oynadı, sən artıq və salam. Əslində Rəqib bəy, belə deyim də, səmimi fikrimi deyim. Sadəcə bu Allah vurmuş da xarab olmur da, yeyilmir. Gözləyirəm ki, bu yeyilsin, qutarsın. Artıq özünə uyğun təkər alacaq. Yox, qınamıram, bahadır. Mən də başa düşürəm ki, sən gəlib 2000, nə bilim, 3000 təkərə verməlisən. Rəqib bəy, bizim problemimiz nədir? Ən böyük problem. Təkər xarab oldu. Mən təkər almalıyam. Baxıram, Çin 1000 manatdır. Ya, sağ ol. Bu getdi. Öz təkəri, ha bu 2000-dir, bunu hara alım? Əslində bu 2000 deyil, bu elə 1000 manatdır. 1000-in üzərinə də 1000 qoy. Mən elə bilirəm ki, Kitay havayıdır, amma bu 2000-dir. Əslində Çinə də onun yarısını vermiş. verirsən də, hə, məsələ onun ondadır. üzərinə də ən böyük problemim nədir? Çıxıram Quba yoluna, ürəyim istəyir bir sürəti artırım. Bir 200-ə çatanda bir qorxu gəlir canıma ki, yox. Təkər o deyil. Hə, təkər o deyil. Hə, də o arxayınlığı sənə təkər verəcək. Məsələ ondadır. O yoxdur. Hə, olmayacaq və indi Allah uzaq eləsin o vəziyyətdən bir kiçik sürüşmə, yenə deyirəm, hələ bizim reallıqda düşünürük ki, Quba yolu 130-dur, maksimum 140 gedərsən də, yəni qaydanı pozmasan. Amma tutaq ki, Almaniyada, harda ki 80 plus yollar var, sən məcbursan o təkəri qoymağa. Çünki heç bir halda orada bir şey var, sabah sığorta gələcək, təkərvə baxacaq, deyəcək ki, 50.000 evro sənə düşürdü, xoş getdin, düşmür. Çünki sən o təkəri ora onu qoymamışsan. Şükür ki, bizdə kaskolarda elə şeylərə baxmırlar. Bizdə kaskolarda ümumiyyətlə baxırlar ki, bilmirəm mən. Çox rahatdır Raqib bəy. Mən elətdirdim, indi də marka şirkətin adını demirəm, reklam olmasın. 10 dəqiqəyə WhatsApp-la video zəng, avtomobilin bir dənə başına fırlandım, 20 dənə şəkil çəkdim, atdım, ödənişi də elədim, kaskonuz Əslində elə hazırdır. də olmalı. 1200 falan Bizdə var çox da. rahatdır. Yox Raqib bəy, mən sizə deyim, çox yaxşı bir kampaniya var indi. 20% endirimdir şirkətdə. 1090 manata hesabladılar bunu və nədir Rəşad usta? Ayda 109 manat ödəyirsən. Tutalım maşını satdın, 5 ayını ödəmirsən. Ödəmirsən, kaskonda ləğv edirsən, çıxır gedir. Amma ödədiyin 109 manat var. Ödədiyin gündən artıq bu avtomobil 50.000 manatlıq balans açılır buna. Çox idealdır indi kaskosu. Amma indi o detalları biz bilmirik də, çünki heç vaxt müqavilələri oxumuruq. Yəni nəyisə düz qoymadığına görə baş elə şey verərsə yoxdur. falan. Raqib bəy, elə bir məsələ yox. Əslində bəs mən onu deyirəm də. Bizdə elə şey yoxdur.
Amma Bizdə elə tutaq şey ki, yox. su basma daxildirmi ora? Daxildir. Hamısı daxildir. Belə deyim, parkinqdə və gedərkən hər iki hal daxildir. Soyğunçuluğu bilirəm. Hə, gəldi biri vurdu, qırdı, daxildir. Yox, Sən durmusan suda, yerində bir ağacda ağac düşsə açdı üstünə falan. hamısı Hə. daxildir. daxildir. Hamısı Lap yaxşı. daxildir. Hə, tək olsun, amma bax bu kimi incəlikləri də eyni Ya bizdə zamanda sığorta sistemi ümumiyyətlə çox ucuzdur. Sən Almaniya ilə müqayisədə amma verdiyi də azdır da, məsələ onda. Yox, bax mən sizə bir söz deyim. Mən canım da sığortalıdır. Tibbi sığortam var, özəl sığortada. Mən il ərzində Bizə heç iki yerdə olan yoxdur. 90% hər şeyimi dərmanına qədər sığorta ilə həll eləyirəm. Məsələ nədir? Mən ona nə qədər pul ödəmişəm? 600 manat. Biz canımızı sevmirik də qardaş. Ya biz fikirləşirik ki, yəni Qardaş, o biz deyirlər 600 o manat verirsən bə heç nə çıxmasa. Necə sən onsuz çekapa gedirsən də qardaş. Mütləq xəstəlik çıxmalıdır. bizdə odur da. Qardaş mən ürəyim istəyən klinikaya çekapa gedirəm, pulsuz. Biz pis oluruq ki, niyə mən heç nə olmadı? Mən niyə Hə, yəni əməliyyat olunursan sığorta, hər şey sığortadır. qardaş. Olsa yaxşıdır. Heç nə çıxmasa ürəyim partlayacaq. Yox, ən azı ildə 3 dəfə yoxlanışa gedə bilirsən Rəşad. Niyə girsən ildə 3 dəfə yox? Çekapa. İldə üç Görüm dəfə harda check-up. nəyim var da qardaş. Hiss eləmirsən özündə. Şimdi yox, mənim daçkım zadım var, mən hiss eləyəm mənim olub. Həkimə getməliyəm də Nə mən. bilim. Mən əgər Sən o- hiss eləmirəmsə bir şey, Sən 600 manatlıq xəstəliyin çıxırsa sənə də sözüm yox. Ya məsələ odur ki, adam 50 manat verir və daim sağlam olur. Məsələ odur. ha, bax bu da Porsche ilə bağlı, hər iki Porsche ilə bağlı. Onsuz da bizim bazarda seçim eləyən bu ikisini soruşur. Başqalarını almaq istəyən olsa bizdən soruşmur. Ona görə bu barədə dedik danışaq, amma o 5-i birində qatqısında bir dənə istəyirik. Spoiler verək. Hə, növbəti videomuz, yəni biz indi burada 2 video çəkirik. Birinci avtomobil haqqında danışdıq. İkincidə biz həmin o çünki bu qatqını axır vaxtda bizdən çox soruşurlar ki, necə istifadə eləyək. Biz indi onu necə istifadə eləyək, həm də edək, çıxaq yanacağımızı dolduraq və o dövrlər sayı 3000-də olmalıdır məsələsi var. Xatırladım ki, Raqib bəy, bunu niyə istifadə edirik? Çünki hal-hazırda avtomobilin farsunkasında problem var. Avtomobil 220-də farsunkalar səs eləyir, qara tüstü verir və bunun qarşısını almaq üçün biz mütləq mənə elə servisdə 5-i birinə qatqısı tövsiyə etdilər mənim özümə. Bilməyə. Bəli, mənim özümə bunu tövsiyə etdilər, indi yoxlayacaq bunu. Ha, üzərində ana dilində var. Biz indi ikinci növbəti videonu elə həm bu qatqının istifadə qaydası və tətbiqindən danışmaq istəyirik. İzləyərsiniz və təbii ki, sual yaransa yenə cavablandırarıq. Qısa eləyin dedikcə bunlar danışır. 30 dəqiqə. Hə, yaxşı. Orta lazım. 25 Hə, kəsərsən də nə istəsən məndən. Bip 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 bip.